Şuşa tarixi ilə bağlı ilk romanın, çox operativ surətdə yazılmış bir romanın müəllifi, mənim tələbəlik dostum, Qarabağ, 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı, Qarabağ haqqında bir neçə romanın müəllifi və ümumiyyətcə müharibə mövzusunda 4-5 romana imza qoymuş Etibar Muradxanlı iştirak edir. Mən böyük məmnuniyyətlə Etibarı tribunaya dəvət edirəm və dəvət edə də yeganə adamdır ki, ona ərk edib deyirəm ki, buradan reglamentə əməl etsin. Başqalarına ərkim çatmır belə demək. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim. Saadet Hanım'ı tebrik ederim. Çok büyük bir iş görüyorum. Ben deyim ki son vaxtlardan Mərhum Özündədir artıq çox əsərlər yazılır və əminəm ki, onun əsəri çox dəyərlidir. Saadet Hanım əminəm ki, böyük bir üzərində işlədiyi və əsərə gətirdiyi bu əsərdə ən dəyərliləri, ən gözəl, ən layiqləri özündə tədbir ölçüsü tədbir edərək təhlil etmişdir. Demək olar ki, son vaxtlarda şəhidlərlə bağlı müəmməl xəttlər artıq çoxdan əsərlər yazılmışdır və onlar demək olar ki, bu iş əsəriyyəti bir sıra demək olar ki, bioqrafik xarakter daşıyır. Təbii ki, bu bioqrafik xarakter daşıyan əsərlərin bəzən ədəbiyyat müraciəti yoxdur. Amma bu günlər həmin şəhid ailələrindən, şəhid yaxınlarına təsəlli olan həmin kitablar sabahları böyük bir ədəbiyyatın mənbəyi ola bilər. Saadet Hanım təbrik edirəm, uğurlar arzu edirəm, inşallah siz daha uğurlar arzu Etibar da 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı yapaş edirəm. 1-ci Qarabağ müharibəsi ilə bağlı tələbə yoldaşlarının göstərdiyi qeyri-adi qəhrəmanlıqdan ibarət tələbə taqımı romanını yazır. Şuşanın alınması münasibəti ilə ilk romanı yazdı, ilin 5-ci fəsli romanı və o roman Dastanoğlu Fondunun təsis etdiyi Qarabağ mövzusu ilə bağlı, zəfərlə bağlı müsabiqədə birincilik qazanaraq Yusif Səmədoğlu mükafatına layiq görüldü. Bütün bunlara görə, ümumiyyətcə, Etibar Muradxanlı olduğuna görə Saadet Hanım adına da hamımızın adına bu hədiyyə səbəb.